Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə danışacağım həndəsi optikadan. Həndəsi optika. Deməli, birincisi başlayaq həndəsi optika nəyi öyrənir? Həndəsi optika işıq qanunlarını öyrənir. Birinci işıq nədir? İşıq, baxın uşaqlar, ibarətdir işıq şüalarından. İşıq dəstəsi işıq şüalarından ibarətdir. İşıq şüası isə işıq enerjisinin yayılma istiqamətini göstərir. Deməli, uşaqlar, optikanın qanunları. Birincisi, işıq bir cins mühitdə və ya yaza bilər vakuumda düz xətt boyunca yayılır. Düz xətt boyunca yayılır. İşığın düz xəttli yayılma qanunu. Bunu sübut edir kölgənin əmələ gəlməsi. Kölgə. İkincisi, qayıtma qanunu. Qayıtma. Üçüncü isə sınma qanunudur. Sınma qanunu. Sınma qanunu. Aha. Deməli, birincisi kölgədən başlayaq. Görək, kölgə neçə cür oluşur? Kölgə iki cür olur. Tam kölgə, bir də yarım kölgə. Əgər cisim nöqtəvi işıq mənbəyi ilə şüalandırılırsa, onun əmələ gəlir tam kölgəsi. Nöqtəvi işıq mənbəyi ilə şüalandırırsa. Nöqtəvi işıq mənbəyi ilə şüalandırılanda yalnız tam kölgə əmələ gəlir. Yəni, burada heç bir işıqlı bölgə olmur. Tam kölgə cismin arxasında yerləşən fəzanın elə bir sahəsidir ki, ora nöqtəvi işıq mənbəyindən işıq düşmür. Bir də var yarım kölgə. Yarım kölgənin olması üçünsə ya bir neçə nöqtəvi mənbə olmalıdır və ya iri ölçülü işıq mənbəyi olmalıdır. Və bu zaman həm tam kölgə əmələ gəlir, baxın, bura tam kölgə hissəsidir, digər tərəf isə yarım kölgədir. Yəni, birindən digər tərəfə, digərinin kölgəsinə işıq şüası düşür. Deməli, yarım kölgə cisim arxasında yerləşən elə bir sahədir ki, ora bir neçə nöqtəvi mənbə və ya iri ölçülü işıq mənbəyinin müəyyən hissəsi tərəfindən işıqlandırılır. Baxın, uşaqlar, burada kölgənin əmələ gəlməsində də, baxın, iri ölçülü işıq mənbəyidir. İşıq mənbəyinin həm yuxarısından, baxın, cismin yuxarısına, həm də aşağısından, cismin aşağısına xəttlər indirilib. Həmçinin aşağısından da, bax, işıq mənbəyinin aşağısından da həm cismin yuxarısına, həm də aşağısına. Birləşdikləri hissə tam kölgəni verir. Digər tərəf isə bizə verir nəyi? Yarım kölgəni. Daha sonra yarım kölgə və tam kölgədə günəş tutulması və ay tutulması. Məsələn, burada uşaqlar hal-hazırda günəş tutulması. Günəş tutulması ay, yer ilə günəş arasında olur. Ay tutulmasında isə yer kürəsi ilə ayın yeri ilə bilin ki, əksin olacaq. Onda artıq olacaq ay tutulması. Kölgə məsələlərində uşaqlar başqa necə hesablayırsınız? Məsələn, sizə verib işıq dirəyi. İşıq dirəyinin kölgəsinin uzunluğu olsun bu hissə, bu h. Bu işıq dirəyi H işıq, bu da L işıq dirəyinin deməli kölgəsinin uzunluğu. Deməli bizdən soruşur ki, işıq dirəyinin kölgəsinin uzunluğunu tap. Hündürlüyünü tap. Təbii ki, biz onun hündürlüyünü ölçmək üçün işıq dirəyi bilirsiniz ki, çox hündür olur. Amma kölgəsinin uzunluğunu yerdən ölçə bilərik. Və nə edirik uşaqlar? İşıq dirəyini tutaq ki, kölgəsinin uzunluğunu tapdıq. Bir adım. Daha sonra biz özümüz də dayanmışıq burada. Öz boyumuzu yəqin ki, bilirik. H adam. Və kölgəmizin uzunluğu da olsun burada. L adam. Onda nə edirik? H adam. L adam, yəni tənasüb quruq. Adamın hündürlüyü və kölgəsinin uzunluğu və yenə H dirək, L dirək. İşıq yazmışdıq, indi dirək yazdım, fərq eləməz. Belə tənasüb qrup məsələləri həll edirik. Yəni çarpaz vurursunuz, düz mütənasib asılırıq, məsələləri həll edirsiniz və burada fikir verin uşaqlar. H-ı tapmaq istəyəndə, baxın, burada sizə bucaq lazımdır. Bucaq nədir bəs? Bucaq verilən bizə tangens alfa. Nəyə görə tangens alfa? Çünki tangens alfa nəyə bərabərdir? Hündürlüyün qarşı qaytıdığın bitişik qaytıda olan nisbəti. Tangens alfa bərabərdir. H bölünsün. Elə bu düsturdan da bucaq verilərsə, belə bir istifadə edib hesablamalar apara bilərsiniz. Daha sonra uşaqlar, gəlir işığın qayıtma qanunu. Qayıtma qanunu nədir? Tutaq ki, işıq müəyyən bir müstəvi üzərinə düşüb. Burada iki sərhəd olsun. Bura hava sərhədi olsun, hava. Burada olsun maye sərhədi. Tutaq ki, işıq şüası düşdü bura. Və işıq şüasının düşdüyü yerə mütləq, baxın, bu ox işarəsidir. İşıq şüasının ox işarəsindən göstərir. Bura bir perpendikulyar çəkisi, yəni sərhədi olan perpendikulyar, bura sərhəddir. İşıq düşdüyü bu düşmə bucağıdır. Düşən şüa ilə sərhəd arasındakı bucaq olur düşmə bucağı alfa və bu oldu qayıtma bucağı. Baxın, qayıtdı işıq şüası. Düşmə bucağı burada perpendikulyarla qayıdan şüa arasındakı bucaq olacaq qayıtma bucağı. Və bu da olsun beta. Uşaqlar, qayıtma qanunumuz belədir. Düşən şüa, qayıdan şüa və bu iki mühiti ayıran sərhəddə çəkilmiş perpendikulyar eyni bir müstəvidə yerləşir və düşmə şüası ilə, düşmə bucağı ilə qayıtma bucaqları bir-birinə mütləq ki, bərabərdir. Bir də qayıtmalardan var müstəvi qayıtma, bir də var diffuz səpilmə qayıtması. Müstəvi qayıtma uşaqlar düz səthlərdə olur, düz səthlərdə, durğun sularda olur. Baxın, ayın kölgəsi elə
öz olduğu kimi də yaranıb və düşən şüa elə düşdüyü bucaq altında da qayıdır. Amma diffuz qayıtma isə baxın dalğalı sularda olur və ya kələkötürlü səthlərdə olur. Fikir verin düşüb, amma müəyyən bucaqlar altında qayıdıb, orada da diffuz qayıtma baş verir. Sonra bir də var tam daxili qayıtma. Birincisi sizdən tam daxili qayıtmamışdan qabaq sındırma əmsalından danışaq. Sındırma əmsalı N hərfinə işarə olunur və mühitin xassələrini bildirir. Yəni bu sudur, havadır, yağdır və s. nəticə onu bildirir. Vakuum üçün sındırma əmsalı vahidə bərabərdir. Havada da vahidə bərabər verirlər vakuum üçün. Və digər mühitləri keçdikcə sındırma əmsalı N mühit vakuumdan həmişə böyük olmuş olacaq. Digər mühitləri keçsə sındırma əmsalı artır. Sındırma əmsalı uşaqlar həmçinin optik sıxlıq da demək olar. Yəni mühitin sıxlığını, optik sıxlığının növünü bildirir. Mühit nə qədər sıx olarsa sındırma əmsalı da bir o qədər böyük olmuş olar. Sındırma əmsalı dediyi N hərfinə işarə olunur. Vahidi yoxdur, adsız kəmiyyəti yalnız mühitin xassələrdən asılıdır. Başqa nədənsə asılı deyil. Sındırma əmsalı iki cür olur. Mütləq sındırma əmsalı. Mütləq sındırma əmsalı işığın vakuumdakı sürətinin mütləq sürətdən 3 dəfə böyük olduğunu göstərir. S böl V. Bir də nisbi sındırma əmsalı var. N2-nin N1-ə olan nisbi sındırma əmsalı. Nisbi sındırma əmsalından deməli uşaqlar. Nisbəti yazıram bura, amma birazdan danışacağım o haqda. Deməli sinus alfa düşən, sinus beta sınma bucağı. Daha sonra sürətlə gördüyünüz kimi necə asılı tərs, yəni asılı deyil, sadəcə münasibət quruq. V1 böl V2. Və biz də bilirdik ki, dalğa uzunluğu, məsələn, mühitdə lambda 0 bərabər idi. S vurulsun T və ya mühitdə nə idi? Lambda bərabər idi. V vurulsun T. Gördüyümüz kimi lambda V ilə düz mütənasib asılı. Bir mühitdən digər mühitə keçəndə onsa tezlik periyod dəyişmirdi. Ona görə lambda 1 bölünsün lambda 2 olar. Ondan əlavə olaraq uşaqlar, tutaq ki, işıq şüası müəyyən bir havadan şüşəyə daxil olur. Şüşəyə daxil olduğuna görə şüşədə sınacaq. Birazdan danışacağım bu haqda ətraflı. Sınır və müəyyən bir bucaq altında şüşədən çıxır. Yəni bu düşməklə bunun haqqında danışacağım, yenə deyirəm. Çıxma bucaqları bir-birinə bərabərdir. Burası sınma bucağıdır və bizə o lazım deyil hal-hazırda. Bizə lazım şüşənin qalınlığı D-dir. Əgər şüşənin qalınlığı D olarsa, işığın buradan keçmə müddəti D bərabər VT ilə hesablanır və şüşənin qalınlığı, yəni sürət buradan D bölünsün T nisbətinə bərabərdir. Əgər biz də baxın, bu düsturda S bölü V-də N bərabər S böl V, V-nin yerinə D böl T yazsaq, görərik ki, D ilə tərs, T ilə düz mütənasib asılılığı yazmaq lazımdır. D1 qalınlıqla tərs, zaman ilə isə düz mütənasib asılı olmuş olaraq. Fikir versiniz, sındırma əmsalı N2 bölü N1-ə nisbi sındırma əmsalı adlanır uşaqlar bu. Burada şüşənin qalınlığı ilə düz və sürətlə, dalğa uzunluğuyla, bucaqla hər birindən tərs, bir dənə zamanla düz mütənasib asılılıq yazmış olduq. Deməli, sındırma əmsalı nə qədər böyük olursa, işıq şüası həmin mühitə keçəndə daha gec keçir və gecikir. Bu hadisə baş verir. İndi uşaqlar, başlayaq tam daxili qayıtmaya. Deməli, tam daxili qayıtmada nə baş verir? Tutaq ki, tam daxili qayıtmanın ümumiyyətlə baş verməsi üçün iki şərtimiz var. İşıq sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçməlidir və bir də düşmə bucağı limit bucağından böyük olmalıdır. Bəs limit bucağı altında düşəndə nə baş verir? Uşaqlar, tam daxili qayıtmada şüa digər mühitə keçmir, tamamilə daxilə doğru qayıdır. Amma birincisi gəlin şüanı, deməli, baxın, tutaq ki, baxın, bu bizim mühitimizdir. N1 olan mühitimiz buradır. N2 də xaric olan mühitdir. N1 N2-dən böyük olmalıdır. Şu anı göndərdik limit bucağı altında. Tutaq ki, bu bizim limit bucağımızdır. Və düşdüyü yerə nə çəkirik? Perpendikulyar çəkirik. Perpendikulyarla şu arasına bucaq qoyduq və bu bizim oldu limit bucağımız alfa 0. Əgər cisim göndərilən şüa limit bucağı altına göndərilirsə, şüa daxilə qayıtmır, sərhəd boyunca, baxın, sərhəd boyunca yayılır. Deməli, baxın, bu sərhəd boyunca yayılmış olacaq. Deməli, sınma bucağı olar 90 dərəcə. Onda belə bir nəticə çıxır. N2 bölünsün N1 bərabərdir. Deməli, sinus alfa 0 bölünsün sinus beta. Sinus betamız, sınma bucağımız 90 dərəcədir. 90 dərəcə sinus 1-ə bərabərdir və biz ikinci mühitimizi sındırma əmsalı ən kiçik olan bir hava kimi götürək. N2-nin yerinə 1 yazaq. Onda alarıq ki, bu da 1 oldu. Onda alarıq ki, sinus alfa 0 bərabərdir 1 bölü nə? Yəni, öz olduğu mühitin sındırma əmsalına 1-in nisbətinə bərabərdir. Sinus alfa 0 bərabərdir 1 böl N1, yəni elə öz olduğu mühit. Bu oldu. Deməli, limit tam daxili qayıtmanın limit bucağının düsturu 1 böl N. Aha, bəs limit bucağından böyük bucaq altında göndərsək nə baş verir uşaqlar? Limit bucağından böyük bucaq altında göndərəndə işıq şüası, baxın, tutaq ki, yenidən buradan çəkirəm. İşıq şüası gəldi, düşdü. Artıq limit bucağından böyük bir bucaq altında göndərirəm. Düşdüyü yerə perpendikulyarımızı çəkdik. Artıq limit bucağından böyük bucaq olduğundan elə düşdüyü bucaq altında da qayıdır. Yəni, daxilə doğru qayıdır və bu qayıtmalar təkrarlanır. Baxın, gəldi, düşdü bura.
bu belə də davam edir. Yəni tam daxilə qayıdaraq bu belə də davam etdirir hərəkətini və artıq düşmə bucağı ilə qayıtma bucaqları bir-birinə bərabərdir. Yəni burada olacaq qayıtma qanunu sinus alfa bərabər olacaq sinus betaya. Artıq burada qayıtma qanunu, tam daxili qayıtma qanunu yazdıq. Bir-birinə bərabər olmuş olacaq. Bəs tam daxili qayıtmadan harda istifadə olunur? Uşaqlar, baxın, tam daxili qayıtmadan, deməli, burada baxın verilib bizə işıq ötürən adlanan optik cihaz tətbiq cihazlarda tətbiq olunur və işıq ötürən çox kiçik diametrli şəffaf lif və ya elastik boru olub, xaricin optik sıxlığı az olan maddə ilə örtür. Belə liflərdə işıq dəfələrlə tam daxili qayıtmaya məruz qalır. Bu bir. Məsələn, tam daxili orqanların öyrənməsinə baxın, burada hal-hazırda bizə verib ki, daxili orqan öyrənilir. Həmin görüntü verilib. Daha sonra uşaqlar, brilyantların, almazların belə par-par parıldamasına səbəb işıq şüasının dəfələrlə daxildən qayıtmasıdır. Bunlar belə bir nümunə göstərmək olar. Sonra gəlir sınma qanunu. Sınma, baxın, işığın sınması dedikdə, yəni görüntünün sınmasından gedir söhbət. Qələmi qoyduq və ya qaşığı qoyduq suyun içərisinə. Baxın, müəyyən bir bucaq altına qoymuşuq. Görürük ki, burada qələmin bir hissəsi burada, digər hissəsi buradadır. İşıq neynədir? Sındı. Deməli, işıq bir mühitdən digər mühitə keçəndə sınmaya məruz qalır. Gəlin, sınma qanunumuzda yazaq. Deməli, sınma qanununu da buradan yazaq. Deməli, baxın, uşaqlar, mühiti sərhədi çəkdim. Bura N1 olsun, bura N2 olsun. İşıq şüası gəldi, düşdü sərhədə. Düşdüyü yerə uşaqlar perpendikulyar çəkirik. Perpendikulyar çəkdik. Bucağımızı qoyduq. Bu düşmə bucağıdır. Və baxın uşaqlar, bunun yayılma istiqaməti budur. Əgər işıq şüası sınmasaydı, eyni mühitə keçsəydi, N1 N2-yə bərabər olsa da sınmadan keçəcəkdi. Amma işıq şüası sındığına görə baxın perpendikulyara nisbətən neyinir? Yaxınlaşır və ya perpendikulyardan uzaqlaşa bilər. Yəni əsl ki, əvvəlki istiqamətindən meyl etmiş olsun. Bu da oldu, baxın, sınma bucağımız, beta. Deməli, biz də demişdik ki, N2 bölünsün N1 nəyə bərabərdir? Sinus alfa bölünsün, sinus alfa bölünsün, sinus beta. İndi işıq şüası nə vaxt perpendikulyara yaxınlaşır, nə vaxt perpendikulyardan uzaqlaşır? Onda perpendikulyara yaxınlaşar ki, yəni bucaq kiçilər ki, sındırma əmsalı böyük olsun. Alfa neynədir? Kiçildir. Yəni beta, üzr istəyirəm. Sınma bucağın beta yazmışıq, kiçildir. Yox, əgər sındırma əmsalı nisbətən kiçik olan mühitə keçibsə, onda perpendikulyardan uzaqlaşacaq. Baxın, bu istiqamətdə yayılacaq. Onda deməli bucaq neynədir? Artdı. Baxın, budur, sınma bucağı əvvəlki bucağa nisbətən daha böyük olmuş olur. Beta alfadan böyük olmuş olacaq. Bu belə uşaqlar, bu da oldu sınma qanunu. İşıq nə vaxt sınmaz uşaqlar? Perpendikulyar, baxın, bir eyni mühit olması, bax dedi, eyni mühit olmasa fərqi yoxdur. Hansı bucaq altına daxil olsa da sınmadan keçəcək. Amma müxtəlif mühitlərdə işığın sınmaması üçün işıq sərhədə perpendikulyar düşməlidir. Əgər sərhədə perpendikulyar düşürsə, işıq şüası sınmadan keçmiş olacaq. Deməli, sınma qanununda da istifadə edirsiniz. N2 bölü N1 bərabər sinus alfa bölü sinus beta və ya baxın, burada yazdığımız, burada bayaqlar nisbət yazmışdıq. Həmin nisbətdən istifadə etmiş olacaqsınız. Sındırma əmsalının nisbəti sizdən soruşlar ki, necə dəyişir? Dəyişmir. O heç nədən aslı deyil. Aha, bu belə uşaqlar. Bu oldu həndəsə optikanın qanunları. İndi keçək nəyə? İndi uşaqlar, keçək müstəvi güzgüyə. Müstəvi güzgü uşaqlar. Müstəvi güzgü adi düz güzgüdür. Bildiyimiz müstəvi formasında olan güzgüdür. Hansı ki, ən çox evlərimizdə, məişətdə ondan istifadə olunur. Və burada uşaqlar fikir verin. Cisim güzgüdən xəttkeş qoyaraq ölçüblər ki, cisim güzgüdən hansı məsafədədirsə, onun xəyalda güzgüdən həmin məsafədə alınır. Birincisi, gəlin güzgüdə xəyalımızı quraq. Tutaq ki, bu müstəvi güzgüdür. İşıq şüası bilirik, bir yerdən yox, bir neçə yerdən gəlir. Baxın, buradan işıq şüasını endirək bura. İşıq şüasını endirdik və işıq şüası düşdüyü bucaq altından nə etməlidir? Qayıtmalıdır. İşıq şüasını qaytardıq. Təzədən birdən də işıq şüası salaq. İşıq şüasını saldıq. Təzədən bu işıq şüalarını nə edirik? Qaytarırıq. Düşdüyü bucaq altında qayıtdı. Çünki güzgülərdə uşaqlar müstəvi və ya sferik güzgülərdə qayıtma qanunu ödənir. Aha. Şöyle fikir versəz görəcəksiniz ki, bu qaydan şüalar bizə qaydan şüalar lazımdır. Qaydan şüalar bir-birlərinə paralel istiqaməti gedir və paralel xəttlər də bilirik ki, kəsişmirlər. Yəni, hansı ki, istiqamət boyunca getsə, həmin xəttlər kəsişməyəcək. Kəsişmirlərsə, deməli, bunların xəyalları qarşıda yox, alınmır. Və başlayırıq biz həmin qaydan şüaları uzatmağa. Baxın, uzantılarını, bax, buradan başlayaraq, onu da başqa bir rəngdən eləyək. Uzantılarını çəkməyə başlayırıq. Uzantılarını çəkək. Uzantılarını çəkək. Baxın, bunda uzantısını çəkək.
Uzantısını çəkəndə uşaqlar nə görəcək? Görəcək ki, bu şüalar müəyyən bir uzantıları müəyyən bir nöqtədə kəsişdi. Və həmin o nöqtəyə uşaqlar mütləq bunu damalı dəftər üzərində və düzgün eləmək lazımdır ki, düzgün xəttlər çıxsın. Soruşa bilərsiniz ki, müəllim necə ola bilər özləri kəsişir, uzantıları kəsişmir. Baxın, belə bir kəsişən xəttlər verək. Görürsünüz, bu şüalar bir-birlərinə əks istiqaməti gedirlər və bilirik ki, baxın bu şüalar nə etməyəcəklər, kəsişməyəcəklər. Və ya bucağı biraz kiçildək. Baxın, bu şüalar getdilər və bir də neynəməyəcəklər, görüşməyəcəklər. Amma bunlar ikisi də baxın müəyyən bir nöqtədə kəsişmişdir. Baxın, həmin o uzadaraq kəsişmə nöqtələrini tapırıq. Bura D, burada F-dir. D nədir? Güzgüdən, baxın bu güzgüdür uşaqlar. Bax, bu güzgüydür. Güzgü. Güzgüdən cismə qədər, baxın cisim buradaydı. Cismə qədər olan məsafə cisim məsafəsi adlanır və D hərfinə işarə olunur. Güzgüdən xəyala qədər olan məsafə xəyal məsafəsi adlanır və F hərfi ilə işarə olunur. Və güzgülərdə uşaqlar müstəvi güzgüdə cismin məsafəsi ilə xəyal məsafələri bir-birinə bərabərdir. D bərabərdir F-ə. Mütləq ki, belədir. D-ni 2 dəfə artırsa, D, məsələn, 2A olsa, əvvəlcə tutaq ki, A-ində oldu 2A, elə F də olacaq 2A. Bir də sizdən soruşa bilər ki, cisimdən xəyala qədər olan məsafə, cisimdən xəyala qədər olan məsafə budur və o da nəyə bərabərdir? D üstə gəl, F-ə bərabərdir. Bunun xüsusi bir hərfi yoxdur. Nəyə bərabər olar? Məsələn, hər ikisi A-dırsa 2A, hər ikisi 2A, 2A olsa oldu 4A. Yəni, məsafə nədir? 2 dəfə artmış oldu. Və uşaqlar, cisim güzgüyə hansı sürətlə yaxınlaşırsa, xəyal da cismə həmin sürətlə yaxınlaşır. Məsələn, özünüz güzgüyə doğru yaxınlaşanda xəyalınız da sizə doğru yaxınlaşır da, xəyalınız uzaqlaşmır ki. Sadəcə burada baxırıq ki, qiymətcə bərabərdirlər, istiqamətcə əkslər. Ona görə sizdən xəyalın cismə nəzərən sürətini soruşsa, nə yazacaqsınız? V xəyal üstə gəlinsin, V cisim yazmış olacaqsınız. Qiymətcə eynidir. Məsələn, 5 üstə gəl 5 olacaq 10 metr bölünsün saniyə. Bu belə uşaqlar. Bu da oldu müstəvi güzgü. Bəs müstəvi güzgüdə xəyal necə alındı? Özü boyda. Və uşaqlar, alınan xəyal, deməli, uzantıların kəsişməsindən alındığı üçün bu olacaq mövhumi xəyal. Uşaqlar, mövhumi xəyalımızdır və güzgüdə özümüzə baxanda baş-ayaq görmürük də. Necə baxırıqsa, yəni düzünədə xəyal almış oluruq. Düzünədir və mövhumi xəyallarımız düzünə olacaq. Daha sonra uşaqlar, simmetrikdir. Yəni simmetriya burada ödənir. Simmetrikdir xəyalımız. Cismin sürəti ilə xəyalın sürətləri qiymətcə bərabər istiqamətdə əksilər və cisim məsafəsi ilə xəyal məsafəsi də bir-birinə bərabərdir. Bax, unutmayın bunu və cisim məsafəsi ilə xəyal məsafəsi bir-birindən düz mütənasib asılıdır. Sizə F modulda verə bilər. Nəyə görə modulda verir? Məsələn, yuxarı olan məsafəni müsbət götürürsə, xəyal məsafəsində mənfi götürmüş oluruq və bunlar bir-birlərindən düz mütənasib asılıdırlar. Sonra uşaqlar, gəlir sferik güzgülərimiz. Gəlin müstəvi güzgüyə görə başqa bir nəsə şəkil qoymuşdum mu? Yox, qoymamışam. Deməli uşaqlar, baxın, burada var sferik güzgülərimiz. Sferik güzgülərimiz 2 cür olur. Çökük, baxın bu hissədən çökük. Digər hissədənsə bu cür olarsa, əgər bu hissədən baxılan güzgü olsa, qabarıq güzgü. Bunlar sferik güzgülərimiz 2 cürdür. Çökük və qabarıq. Baxın, burada uşaqlar, çökük güzgüyə aid bir nümunə var. Bu maşının farasıdır. Maşının faralarında, deməli, lampanı elə yerləşdirirlər ki, ondan çıxan işıq şüaları paralel istiqamətdə sonsuz uzaq məsafəyə qədər yayılır. Bu necə baş verir? Daha sonra uşaqlar, baxın, teleskopun reflektorlarında da çökük güzgüdən istifadə olunur. Baxın, burada həm müstəvi güzgü var, burada həm də nə var? Çökük güzgü var. Onlardan istifadə olunur. Həmin çökük güzgü yenə də baxın işıq şüalarını ötürüb. Deməli, uşaqlar, çökük güzgüyə də aid, yəni haralarda istifadə olunursa, ona da bir nümunələr göstərdik sizə. İndi başlayaq uşaqlar çökük güzgüdə danışmağa və orada alınan xəyaldan danışaq. Çökük güzgü. Çökük güzgülər. Çökük güzgülər bilirsiniz də 2019-cu ildən başlayaraq qəbul proqramına salınıb. Birinci uşaqlar, başlayaq çökük güzgüdən. Deməli, çökük güzgü, baxın bu hissədən baxıldığım istiqamət. Çökük güzgünün bu hissə təpə nöqtəsidir. Və uşaqlar, güzgünün əyrilik radiusunu çəksək, bura olacaq güzgünün əyrilik radiusu. Güzgünün əyrilik radiusuna və təpə nöqtəsindən keçən xətt olur baş optikox. Baş optikox, deməli, R uşaqlar bizdə 2 qat fokus məsafəsində uyğundur. R bərabərdir 2F-ə. R 2F-dirsə, əgər bu məsafə 2F-dirsə, bunun da yarısı olacaq F. F baş fokusdur. Bu həm güzgünün solunda, həm də sağında belədir. Həm F-lər, həm 2F-lər, həm 3F-lər və s. Hər biri simmetrik olaraq eynidir.
Bəs uşaqlar, fokus məsafəsi nədir? Baş fokus nədir? Deməli uşaqlar, baş optik oxa. Ümumiyyətlə optik oxlar çoxdur. Sırf R-la T-dən keçən oxlar olacaq, deməli baş optik ox. Təpə nöqtəsindən keçən oxlar olur baş optik ox. Digər oxlarsa məsələn 2F-dən keçən bütün oxlar adicə optik. Baxın, buradan keçən bütün xəttlər optik ox sayılır. Amma baş optik ox olması üçün həm R-dən, həm də T-dən təpə nöqtəsindən keçməlidir. Deməli uşaqlar, baş optik oxa paralel gələn işıq şüası güzgüdə qayıtdıqdan sonra F-dən keçir. Və ya güzgüdən qayıtdıqdan sonra baş optik oxla kəsişir. Həmin kəsişdiyi nöqtə mütləq ki F nöqtəsidir, baş fokus məsafəsidir. Bu şüanın əksi də doğrudur. Yəni baxın. Bir saniyə. Baxın, tutaq ki bura F-dir. F-dən gələn işıq şüası da güzgüdə qayıtdıqdan sonra baş optik oxa paralel getmiş olacaq. Daha sonra uşaqlar. Deməli, çökük güzgünün 2F-dən gələn işıq şüası güzgü üzərinə düşür və öz üzərindən də, baxın, güzgü üzərinə düşür və öz üzərindən də öz yolu ilə də geri qayıdır. Deməli, birinci şüanın yolu, ikinci şüanın yolu, üçüncü şüanın yolu, bir də təpə nöqtəsinə düşən işıq şüası gəldi, düşdü və düşdüyü bucaq altında da yenidən qayıdır. Burada düşən bütün şüalar düşdüyü bucaq altında qayıdır. Çünki qayıtma qanunumuz nə idi? Düşmə ilə qayıtma bir-birinə bərabər olmalıdır. 4 dənə şüanın yolu. Deməli, birinci təkrarlayıram. Deməli, baş optik oxa paralel gələn işıq şüası güzgüdən qayıtdıqdan sonra fokus nöqtəsindən keçir və ya keçdiyi nöqtə mütləq ki fokus nöqtəsidir. Daha sonra bunun əksi doğrudur. Bütün şüaların əksi doğrudur. Deməli, fokusdan gəlib güzgü üzərinə düşən işıq şüası baş optik oxa paralel qayıdır. 2F-dən gələn öz üzərindən qayıdır. Təpə nöqtəsinə düşən işıq şüası bucaq altında yenə simmetrik olaraq gəlmiş olacaq. Və burada hər birində 2F. Baxın, hər biri üçün 2F normal sayılır. Tutaq ki, 2F-dən gələn işıq şüası, paralel gələn işıq şüası qayıtdı və F-dən keçdi. 2F-dən bura bir baxın, bucağı indirirsiniz və görəcəksiniz ki, düşmə və qayıtma bucaqları hər biri bir-birinə bərabərdir. 2F onsuz da öz normal olduğuna görə öz üzərindən qayıtmış olacaq. Baxın, burada 2F-dən düşmə nöqtəsinə, deməli, perpendikulyar indirsək, görərik ki, yenə də bucağı yarılamış oluruq. Bir də uşaqlar, gəlin belə eləyək. Tutaq ki, baxın, bura 50 radiusudur, 2F-dir. Bura onun yarısı, yəni baş fokusdur. Burada bir uzadaq, 3F qoyaq, 3F. 3F-dən, baxın, gəldi işıq şüası, düşdü güzgü üzərinə. Və 2F-dən ora perpendikulyar indirsək, baxın, 2F-dən bura perpendikulyar indirsək, bax, bura. Eyni bucaq altında eləməlidir, qayıtmalıdır. Baxın, eyni bucaq altında qayıdacaq. Gəlib hardan keçir? 1,5 F-dən. Deməli, D3F-də olanda cismin xəyalı alınacaq 1,5 F-dən. Bunun əksi doğrudur. 1,5 F-dən gələn işıq şüası da 3 F-dən qayıtmış olacaq. Bunlar nazik linzada olan tüstülərlə tapılır. O tüstüləri birazdan linza haqqında danışdıqda məlumat verəcəm. İndi gəlin baxaq, görək. Xəyallar necə qurulacaq? Xəyal qurmaq üçün 2 dənə şüanın yolu lazımdır. Biri paralel gəlib baş optik oxda kəsişib F-dən keçən şüa, bir də təpə nöqtəsinə düşən şüa, 2 dənə şüa bizə kifayət edir. İndi gəlin baxaq uşaqlar. Başlayaq bir-bir. Bu 2F-imizdir. Bunun yarısı F-dir. Bir də 2F-dən böyük məsafələr var. Eynən bu tərəfdə də F. Baxın, burada olsun 2F. Eyni götürmək lazımdır məsafəni, 2F. Deməli, uşaqlar, cisim tutaq ki, 2F-dən böyük məsafədədir. Cisim əgər 2F-dən böyük məsafədə yerləşibsə, bunun xəyalını quraq. Paralel gələn işıq şüası gəldi və qayıdaraq F-dən keçdi. Bir şüada təpə nöqtəsinə düşərək, təpə nöqtəsinə düşür və düşdükdən sonra eyni bucaq altında da qayıdır. Bax, kəsişdikləri yerdə, baxın, bura 2F idi. Kəsişdikləri yerdə alınacaq cismin xəyalı. Fikir verin.
cismin xəyalı da burada alındı. Və cismin xəyalı harda alındı? F ilə 2F arasında. Yəni 2F-dən kiçik, F-dən böyük. Deməli 2F-dən böyük yerləşdirmişdik, amma xəyal necə alındı? 2F-dən kiçik. 2F-dən kiçik olduğuna görə deməli bu kiçildilmiş xəyaldır. Bu kiçildilmiş xəyaldır. Və gördüyünüz kimi xəyal üzü yuxarı idi. Burada baxın, A nöqtəsi buradaydı. Burada üzü aşağıda oldu. Tərsinədir. Tərsinədir və qaydan uşaqların özünün kəsişməsindən aldığına görə həqiqi xəyaldır. Həqiqi. Bu belə. Daha sonra uşaqlar yenə baxaq. Tutaq ki, indi bu səfər cisim 2F-in özündə olsun. 2F-in özündə olduqda görə xəyal necə alınır? Şöyle mən bura təxmin çəkirəm, amma tamalı dəftərdə bunu yoxlasaz, tamamilə dediyimiz nəticələri birə-bir eyni almış olacaqsınız. Bura F olsun. Yenə bura F, bura 2F. Deməli, cisim 2F-in özündədir. Paliyə gələn işıq şüası gəldi, düşdü güzgüyə. Güzgüdən qaydandan sonra F-dən keçir. Bir nöqtədə bir uşağımız da təpə nöqtəsinə gəlir və uşaqlar qayıtdıqdan sonra eyni bucaq altında qaytarmalıyıq ki, düzgün olsun. Qaytarmasaq səhv olacaq. Ona görə mən sadəlik üçün uşağımız burada alınacağını bilirəm və oradan bir uşağı indirim. Deməli, uşaq kəsişmə nöqtəsi görəcəksiniz ki, elə 2F-də də alınır. Deməli, xəyal cisim 2F-də olanda, elə xəyal da 2F-də alındı. Bu nə deməkdir? 2F-in özündə alındığına görə xəyal özü boydadır. Özü boyda. Yenə uşaqlar fikir verin, tərsinədir və xəyallar qaydan uşaqların özünün kəsişməsini aldığına görə həqiqidir. Həqiqi. İndi cismi yerləşdirək 2F-dən F arasında və biz demişdik ki, verilən şərtin tərsi doğrudur. Yəni, baxın, cismin özünü 2F-dən böyük yerləşdirmişdik, xəyal 2F arasında almışdı. İndi isə cismi 2F-dən F arasında yerləşdirəcəm. Xəyalda 2F-dən böyük alınmalıdır. Gəlin, baxaq. Deməli, bura olsun 2F. Bu olsun yarısı bunun F. Yenə eyni tərəfdə F, 2F. Deməli, uşaqlar cismi yerləşdirən bu səfər 2F-dən F arasında. Paliyə gələn işıq şüası güzgüdə qaydandan sonra F-dən keçməlidir. F-dən keçməlidir. Keçdik. Bir də uşaqlar təpə nöqtəsinə düşən işıq şüası eyni bucaq altında da gələrək, deməli, uşaqlar bunlar kəsişməlidir və kəsişəndə də görürük ki, xəyal harda alındı? 2F-dən böyük. Deməli, cismin özü 2F-lə F arasında olanda, 2F-dən kiçik, F-dən böyük olanda, 2 qat fokusda, baş fokus arasında olanda, buna 2F güzgünün mərkəz nöqtəsi deyirik. Olduqda xəyal harda alındı? 2F-dən böyük. Baxın, birinci dediyimizin tamamilə əksidir. Və 2F, bax, cisim 2F-dən kiçik idi. Xəyal harda alındı? 2F-dən böyük. Deməli, böyüdülmüş xəyaldır və uşaqların özünün kəsişməsini aldığına görə həqiqidir və gördüyümüz kimi cismin özü buradaydı. A nöqtəsi yuxarıdadır. İndi A nöqtəsi harda oldu? Aşağıda tərsinədir. Böyüdülmüş, həqiqi və tərsinə. İndi cismi F-ə qoyaq uşaqlar. Cismi F-ə qoyaq. Deməli, bura olsun, əyirlik radiusumuz 2F. Bura olsun F. Eynən bu tərəfdə də F, burada da 2F. Şöyle mən yazdığım məsafələr təxminidir. Deməli, cismin özü F-də olsun. F-də olanda baş optik oxa paliyə gələn işıq şüası F-dən güzgüdən qayıtdıqdan sonra F-dən keçir. F-dən keçir. Bir şüa da təpə nöqtəsinə gəlir, təpə nöqtəsinə düşür və özünə simmetrik olaraq da qayıdır. Və görəcəksiniz ki, bu şüalar kəsişmədilər. Bu şüaları uzatsaq, biraz bucağı pis çəkdim. Deməli, bucağımız buradır. Buradan da belə qayıtmalıdır. Görəcəksiniz ki, bu şüalar kəsişmir. Bu şüaları uzatsaq, görəcəksiniz ki, onlar da kəsişmir. Deməli, F-də qoyduqda deyirik, xəyal alınmır və DF-də olduqda, DF-də fokusun özündə olduqda xəyal deyirik ki, alınmır. Xəyal alınmır. Daha sonra indi cismi baxın, görürsünüz, F-ə kimi gətirmişdik. Yəni, F-dən böyük məsafədən F-ə kimi gətirmişdik. Bütün xəyallar necə idi? Həqiqi və tərsinə idi. F-in özündə alınmadı. İndi F-dən kiçik məsafəyə gətirək.
Deməli, bu güzgümüz, bu təpə nöqtəsi və bura olsun 2F, bura olsun F. Cismi qoyaq bura. Cismi qoyduq bura uşaqlar. İndi başlayaq. Paralel gələn işıq şüası gəldi yenə. F-dən keçdi. Bir uşağımız da gəlib keçəcək hardan? Təpə nöqtəsindən düşərək öz üzərinə simmetrik qayıdacaq. Qayıtdı. Gördüyümüz kimi yenə uşaq bu gedən paralel uşaqlar kəsişmədilər. Yəni bu tərəfdən deyək F qoyaq, 2F qoyaq. Aha. Başlayırıq bunların uzantılarını çəkməyə. İki variantımız vardı. Ya özləri kəsişməlidir də uzantıları. Uzantılarımız çəkilir uşaqlar. Görəcəksiniz ki, bunların uzantıları nə oldu? Kəsişdilər. Baxın, uzantıları kəsişdi. Deməli, baxın, böyüdülmüş xəyal alındı və düzünə alındı. Baxın, bu səfər A yuxarıda, burada da A. İştirik yuxarıda, düzünədir. Düzünə xəyaldır və şüaların kəsişməsindən yox, uzantıların kəsişməsini aldığına görə möfhümidir, möfhümi və uşaqlar böyüdülmüş oldu. Böyüdülmüş. Deməli, belə bir şey yadda saxlayırsınız. F-dən böyük məsafələrdə, F-dən böyük məsafələrdə, D böyükdür F-dən olduqda, bütün hallarda xəyal həqiqi tərsinədir. Böyüdülmüş, kiçildilmiş olduğunda, məsələn, sizə 2F-dən böyük veribsə, xəyal 2F-dən kiçik olacaq. Yəni kiçildilmiş. 2F-dən kiçik veribsə, xəyal əksinə götürürsünüz. Nə veribsə, onun əksinə götürürsünüz. Kiçildilmiş, böyüdülmüş oradan təyin edirsiniz. F-in özündə xəyal alınmadı. F-dən kiçik olandaysa, F-dən kiçik olandaysa, oldu xəyal möfhümü düzünə və böyüdülmüş. F-dən kiçik olanda başqa bir variantı yoxdur. Həmişə çökük güzgüdə olacaq möfhümü düzünə, böyüdülmüş. F-dən kiçik olduqda. İndi uşaqlar keçək qabarıq linzaya. Qabarıq linza. Qabarıq linza uşaqlar, baxın, bu tərəfdən baxdıqda bizim üçün qabarıq linzadır. Təpə nöqtəsi və fokus məsafəsində 2 qat fokusdan keçən işıq şüası. Bura 2F olsun. Bura, bunun yarısını F götürək. Yenə bura F. Bu hissəni də götürək. 2F. Aha. Uşaqlar, qabarıq linzada xəyal həmişə bəri başdan deyim, alınacaq möfhümi düzünə və kiçildilmiş. Bəs qabarıq çökükdə nə idi? Çökükdə uşaqlar kiçildilmiş deyildi. O böyüdülmüş idi. Orada bir qayda olaraq möfhümə düzünə böyüdülmüş. Qabarıqda isə bir qayda olaraq möfhümə düzünə kiçildilmişdi və qabarıqda cismin harda yerləşməyinə asılı olaraq, yəni bayaq verilən şərtlərdən asılı olmayaraq həmişə möfhümə düzünə kiçildilmiş alınacaq. Gəlin baxaq. Qoyduq cismi 2F-dən F arasına. Paralel gələn işıq şüası artıq qabarıq güzgüdə uşaqlar qayıdır. Təbii ki, yeni bucaq altına qayıtdı və uzantısı F-dən keçməlidir. Və ya uzantısının baş optik oxla kəsişdiyi nöqtə adlanır qabarıq linzanın fokusu. Aha. Deməli, uşaqlar, bir işıq şüası təpə nöqtəsinə düşərək özünə simmetrik qayıdacaq. Aha. Və gördüyümüz kimi uşaqlar, bu qayıdan şüaların heç biri görüşməyəcək. Ona görə bunun uzantısını çəkirik. Uzantısını çəkdi və baxın, burada alındı xəyal. Deməli, xəyal kiçildilmişdir, möfhümüdür və düzünədir. İndi uşaqlar, başqa yerləşdirək cismi. Yenə uşaqlar, bura olsun 2F, bura olsun F, bura olsun F, burada olsun 2F. Yenə deyirəm uşaqlar, mən çəkirəm sadəcə təxmini məsafələr, amma maksimum qoruyuram ki, oxşarlıq olsun. Deməli, yenə gələn işıq şüası, baxın, qabarıq linzaya güzgüyə düşən işıq şüası qayıtdı, səplərəyə qayıdır. Yəni, sferik segmentin daxilinə yox, xarici hissəsinə doğru qayıdır. Biri də təpə nöqtəsinə düşür və özünə simmetrik olaraq da qayıdır. Yenə qayıtdı uşaqlar. Və bu uşaqlar, qayıdan uşaqların uzantısını çəkirəm. Birinci qayıdan uşağın uzantısı mütləq F-dən keçməlidir. Digərində uşaqlar, bax, uzatdıq, harda alındı xəyal? Bütün hallarda möfhümü düzünə kiçildilmiş və F-dən kiçik məsafədə almış olduq. Bu da oldu sizin qabarıq güzgünüz. Qabarıq güzgüdən uşaqlar bəlkə də görmüşsünüz, yol kənarlarında, hansı ki, görünməyən yolları kiçildərək kəsişmələrdə həmin yolların görülməsinə nail olurlar. Bu da oldu sizin güzgüləriniz uşaqlar. Deməli, möfhümü və sferik güzgülərimiz oldu. Möfhümü güzgüdə xəyal həmişə möfhümü düzünə özü boydadır. Amma sferik güzgülərimizdən qabarıqda həmişə xəyal möfhümü düzünə kiçildilmiş. Çökükdə isə müxtəlif cür alınmış oldu və onun da alınma qaydalarını sizə dedim ki, DF-dən kiçik olduğu, böyük olduğu bütün hallarda həqiqi tərsinə, F-dən kiçik olan kimi möfhümü düzünə böyüdülmüş olur və bunun möfhümü düzünə böyüdülmüş xəyalı yalnız bir cürdür, artıq kiçildilmiş olmur. Digərləri də ki, yenə deyirəm, D əgər 2F-dən böyükdürsə, xəyalı götürəcəksiniz 2F-dən kiçik, F-dən 2F arasında, əksinə. D 2F-dən F arasındasa xəyalı götürürsünüz tərsinə, yəni böyüdülmüş.
2F-dən böyük məsafədə. 2F-in özündə isə özü boyda alınırdı xəyal, yəni nə böyümürdü, nə də kiçilmirdi. Sonra uşaqlar keçək nəyə? Baxın, burada müstəvi güzgüyə baxdıqda, məsələn, sizə verə bilər ki, K nöqtəsində duran göz müstəvi güzgüyə baxır, görmə sahəsi hansıdır, hansı nöqtələri görə bilər, neyinirsiniz? Həmin nöqtədən güzgünün həm başlanğıcına, həm də sonuna şüalar indirirsiniz və həmin şüalar təbii ki, düşdüyü bucaq altdan neyləməlidir? Qayıtmalıdır. Qayıdan şüalar arasında qalan sahəni görür. Yalnız qayıdan şüalar arasındakı qalan sahəni görür və sahəni çəkərkən dəqiq eyni bucaq altında da qayıtdığını mütləq göstərməlisiniz. Yəni öz başına çəkmək olmaz ki, təxminən bura qayıtdı, şey yoxdur. Baxın uşaqlar, düşdüyü yerə, gəlin baxaq. Düşdüyü yerə perpendikulyar çəkirsiniz. Baxın, gəldi, düşdü şüası. Düşdüyü yerə perpendikulyar çəkirsiniz. Baxın, bu şüa perpendikulyardan hansı məsafədədirsə, bax, hansı məsafədədirsə, hansı bucaq altındadırsa, həmin bucaq altında da qayıtmalıdır. Və siz məsələn burada bir sadəlik üçün bir şey çəkim. Tutaq ki, baxın, işıq şüası gəldi, bu nöqtəyə düşdü. Və bura perpendikulyarımızı çəkdik. Həmin bucaq altına da qayıtmalıdır. Birincisi necə baxa bilərsiniz? Baxırsınız ki, baxın, bu perpendikulyarda nə qədər məsafədə idi? 2 dənə, düzdürmü? Həmin nöqtədən də, yəni yuxarıdan da iki nöqtədən çıxmalıdır. Ona görə baxın, nöqtəni qoyub buradan şüanı çıxardırsınız. Başqa necə eləyə bilərsiniz? Baxa bilərsiniz ki, bu şüa gələndə necə gəlmişdi? Baxaq, nə deməkdir o? Belə bu istiqamətdə gələndə uşaqlar fikir verin. Deməli, 4 dama sağa, 2 dama da haraydı? Yuxarı idi. Eyni qaydada yenə yuxarı olacaq 2 dama yuxarı olacaq, amma bu səfər sağa yuxarı olmalıdır, sola. Yəni bu da ödənməlidir. 2 bura, 4 dənə də sola. 2-nin 4-ə nisbəti və ya 1-in 2-yə nisbəti ödənməlidir mütləq. Bu belə uşaqlar. Başqa görək burada müstəvi güzgüyə aid nəsə varsa deyək. Yoxdur. Daha sonra uşaqlar, deməli güzgülərdə ödəndə qayıtma qanunu. Ona görə işığın rənglərindən asılı olmayaraq güzgünün fokus məsafəsi və ya yerləşdiyi mütləq xassədən asılı olmayaraq güzgünün fokus məsafəsində heç bir dəyişiklik baş vermir. Baxın, elə 9-cu sinifdə olan bir tapşırıq var. Yazıb ki, nə üçün günəş şüaları şüşə butulkadan sındıqdan sonra saralmış otu alovlandırır. Bu optik cihazlarda mikroskop, teleskop və s. cismi yaxınlaşdıran və böyüdən nədir? Daha hansı böyüdücü optik cihazları tanıyırsınız? Deməli, uşaqlar, böyüdücü optik cihazlara eynəkləri, linzalara misal göstərmək olar. Və burada uşaqlar, deməli, butulkaları harda saxladığınıza ümumiyyətlə diqqət yetirin. İşıq şüaları butulka üzərinə düşüb və butulka həmin şüaları bir yerə yığıb, enerjini bir yerə yığdığına görə, yəni həmin yerdə enerjinin çoxluğundan artıq alışma baş verib və yanma hadisəsi baş verib. Ona görə də diqqətli olmaq lazımdır. Daha sonra uşaqlar, gəlin danışaq linzalardan. Linzalar. Linzalar uşaqlar olur 2 cür. Yenə qabarıq linza, qabarıq. Bir də çökük linza. Qabarıq linza bizim üçün toplayıcı linzadır, toplayır işıq şüalarını. Çökük linza isə səpicidir. Bu tamamilə güzgün əksinə danışacaq uşaqlar, səpici. Qabarıq linzanın sxemlərdə şərti işarəsi bu cürdür uşaqlar. Bax, bu qabarıq linzadır. Səpici linzanın şərti işarəsi bu cürdür. Qabarıq linzada, baxın, şəklini belə verəcək. Çökük linzanın şəklini, bax, hər iki tərəfdən çökük linza, hər iki tərəfdən qabarıq linza. Bu da bunların şəklidir. Qabarıq linzaya misal göstərmək olar nəyi uşaqlar? Baxın, 2 dənə üst-üstə qoyulmuş prizmanın oturacaqları tərəfdən. Çökük linza isə bunun tamamilə əksi. O hissələrindən birləşdirilmiş prizmaları misal göstərmək olar. Bəs prizmada söhbət nədən gedir? Prizma uşaqlar, üçüzlü prizma. İşıq şüası, oturacaqdan gələn işıq şüası linzada, deməli, prizmada sındıqdan sonra təzədən oturacağa doğru meylidir. Buradan baxan göz, uşaqlar, baxın, buradan baxan göz elə biləcək ki, işıq şüası, baxın, buradan yəni bir dənə işıq şüası gəlmir, çoxlu sayda işıq şüaları gəlir. Baxın, işıq şüası elə biləcək ki, bax, buradan gəlir, bu nöqtədən, A nöqtəsindən gəlir. Aha, və uşaqlar, istiqaməti bu istiqamətdə idi. Elə istiqaməti də hara doğru getmiş oldu? Aşağı getmiş oldu. Əgər sınmasaydı, bu istiqaməti gedəcəkdi, sındığına görə aşağıya doğru getdi. Deməli, həm istiqamətini dəyişdi, həm də ki, baxın, yerini dəyişdi. Çıxacağı yer bura olmalıydı, buradan çıxdı, yerini dəyişir. Deməli, üçüzlü prizmada oturacağa düşən işıq şüası linzada sındıqdan sonra təzədən oturacağa doğru meylidir. Həm istiqamətini dəyişir, həm də yerini dəyişir. Aha, indi gəlin bunu yuxarıda yazdıqlarımıza tətbiq edək.
Deməli uşaqlar baxın, burada oturacağa doğru gələn işıq şüası linzada sındıqdan sonra təzədən oturacağa doğru meyl elədi. Özüm uzatdım uşağına. Yenə uşaq baxın, oturacağa gəldi, düşdü. Onun ikisini çəkirəm. Sındıqdan sonra yenidən oturacağa doğru meyl edir. Aha. Deməli toplayıcı linza uşaqları bir nöqtədə nə edir? Toplayır. İndi səpəci üçün bunu yoxlayaq. Gəldi işıq şüası. Linzada sındıqdan sonra yenə oturacağa doğru meyl etdi. Gəldi. Linzada sındıqdan sonra oturacağa doğru meyl etdi. Baxın, işıq şüaları görüşmədilər. Nə oldular? Səpildilər. Tez bunların uzantısını çəkib yoxlamaq lazım ki, görə uzantıları görüşür, yoxsa yox. Bu uzantıları deməli burada səpəci linza uzantılarının görüşdüyü nöqtəyə uyğun oldu. Toplayıcı linzada baxın bir nöqtədə toplandı. Həmin nöqtəyə olacaq baş fokus. Səpəci linzada da şüaların uzantıları kəsişdi. Həmin nöqtə olacaq yenə səpəci linzanın fokusu. Səpəci linzanın fokusu gördüyünüz kimi mövhümdür, çünki kəsişmədən alındı. Toplayıcı linzada isə həqiqidir, çünki şüaların öz kəsişmələrindən alınan bir fokus nöqtəsidir. İndi uşaqlar gəlin burada xəyalların qurulmağına baxaq. Eynən güzgüdə dediyim qaydalarda heç bir dəyişiklik yoxdur. Eyni şeyləri deyəcəm. Deməli uşaqlar toplayıcı linzadan başlayıram. Bax, bu baş optikox. Bura linzanın artıq mərkəzidir. Güzgüdə mərkəz 2F idi. Burası güzgüdə mərkəz ilə, linzada mərkəz ilə baxın bu baş optikoxun keçdiyi nöqtədir. Və uşaqlar, bütün mərkəzdən keçən xəttlər optikoxadan, yəni buradan çoxlu sayda optikoxlar keçirtmək olar istənilən sayda. Və baş optikox isə 2 qat fokusla mərkəzdən keçən şüadır. 2 qat fokusla 2 nöqtədən birisi bir düz xətt keçirdə bilərik və həmin nöqtə baş optikoxdur. Aha, deməli uşaqlar yenə bura 2F-dirsə, bunun yarısı olacaq nə? F. Eyni qaydada bayaq dediklərim deyəcəm. F, burada oldu 2F. Yəni fərqli bir şey deməyəcəm. Sadəcə orada çökük güzgü demişdim bu qaydaları. İndi isə qabarıq linzaya deyirəm. Paralel gələn işıq şüası deməli uşaqlar. Paralel gələn işıq şüası, baş optikoxa paralel gələn işıq şüası. Linzada artıq sınır. Linzada sınma qanları sındıqdan sonra gəlib F-dən keçir və ya baş optikoxla kəsişir. Həmin nöqtə, kəsişdiyi nöqtə baş fokus məsafəsi, yəni başqa nöqtədən kəsişə bilməz. Eynən güzgülərdəki kimi. Və bu bir. Geri qayıtması da doğrudur. Yəni F-dən gələn işıq şüası da, uşaqlar baş optikoxa paralel getməlidir. Baxın, F-dən gəlib, buradan keçirdəcəm artıq. F-dən gələn işıq şüası da baş optikoxa paralel gedəcək. Bu bir. 2 dənə şüa. Daha sonra uşaqlar. Yenə bura F, bura 2F, yenə F, yenə də 2F qoyduq. Yenə deyirəm uşaqlar, təxmini qoyuram məsafələri. Sizə əgər məsələn verilsə ki, şəklini çəkin, yolunu çəkin, sonsuz da damalı bir dəftər verəcək. Yenə dediyim kimi damaları itirməyin. Necə gəlibsə elə də uşağa getməlidir. Diqqətli olmaq lazımdır. Deməli uşaqlar, başqa nə deyək? Optik mərkəzə düşən işıq şüası sınmadan da keçəcək. Baxın, bu da 3-cü işıq şüasının yolu. Daha sonra uşaqlar 2F-dən gəlib güzgü üzərinə düşən işıq şüası, linza üzərinə düşən işıq şüası elə qayıdaraq hardan da keçəcək, sınaraq elə F-dən də keçir. Burada sınma qanunları ödənir. Bu belə. Deməli, 4 dənə işıq şüasının yolunu dedik. Biri paralel gəlib F-dən keçən, F-dən gəlib paralel gedən, güzgünün mərkəzinə düşərək sınmadan gedən, bir də ki 2F-dən gəlib 2F-dən keçən. Bir də uşaqları yenə 1.5F-dən gəlibsə, baxın 1.5F-dən gəlibsə, bura 1.5F götürək. 1.5F-dən gəlib güzgü üzərinə düşən işıq şüası da gedəcək, çıxacaq hardan? 3F-dən. Bunu da artıq əzbərləmiş olun. Bu da 3F-dən və bu uşağın da yenə əksi də doğrudur. 3F-dən gələndə 1.5F-dən gəlib keçmiş olacaq. Bu da uşaqların yolu. İndi başlayaq linzada xəyal qurmağa. Deməli, F, 2F, F, burada oldu 2F. Yenə uşaqlar, baxın, ismi qoyuram 2F-dən böyük məsafə, D böyük 2F. Normalda nə demişdik? Xəyal harda alınacaq? 2F-dən kiçik, F-dənsə böyük. Baxın, ismi qoydum bura.
paralel gələn işıq şüası baş optikağa paralel gələn işıq şüası sındıqdan sonra hardan keçəcək? F-dən. Bir də ki, güzgünün mərkəzindən düşən işıq şüası sınmadan yolunu davam elətdirir. Baxın, kəsişmə harda alındı? 2F-dən F arasında yenə həqiqi, tərsinə və kiçildilmiş oldu. Çünki 2F-dən böyük idi. Xəyal harda alındı? 2F-dən kiçik məsafədə. Daha soruşar cismi qoyaq indi bu səfər 2F-dən F arasına. 2F-dən F arasına qoyaq cismi. Bura olsun 2F, bunun yarısı olsun F, yəni eyni qaydada bura F, burada olsun 2F. Aha, cismi qoyduq 2F-dən F arasına. 2F-dən F arasına qoyduq, gəldi işıq şüası, sındıqdan sonra F-dən keçdi. Bir də ki, gəlib güzgü üzərinə, linza üzərinə düşür və sınmadan yolunu davam elətdirəcək. Gəldi 2F-dən böyük məsafədə. Deməli, yuxarıda yazdığımız şüanın tamamilə əksi baş verdi. Bu səfər cismin özü 2F-lə F arasındadır. Xəyal harda alındı? 2F-dən böyük. Deməli, bu oldu böyüdülmüş, həqiqi və tərsinə. Böyüdülmüş, həqiqi və tərsinə. Cismi 2F-in özündə qoysaq uşaqlar, 2F-in özündə qoysaq əgər cismi, bura F, burada 2F, F, 2F. 2F-də qoysaq, alınan şüanın yolunu çəkək, gəldi F-dən keçdi. Daha sonra bir də təpə nöqtəsinə gəlir, düşür və sınmadan yolunu davam etdirir. Kəsişmə nöqtəsi oldu 2F-də. Deməli, elə özü boydadır. Artıq baxın, eyni şeyləri deyirəm, güzgüdə deyirlərmi? 2F-də olanda xəyalda alındı 2F-də. 2F-də olmaq nə deməkdir? Özü boydadır və xəyal gördüyümüz kimi yenə həqiqi tərsinədir. Özü boyda, həqiqi tərsinə. F-də yerləşdirsə uşaqlar xəyal yenə alınmaz. F-dən kiçik yerləşdirsəz də, yəni D bərabər F-də olduqda xəyal alınmır. D-ni F-dən kiçik yerləşdirsəz əgər, görək nə baş verir. D-ni F-dən kiçik yerləşdirdikdə. İndi gəlin D-ni F-dən kiçik məsafədə, bura F olsun, bura 2F olsun. Yenə eyni qaydada bura F, burada 2F-dir. Deməli, F-dən kiçik yerləşdirdik. Gəldi paralel gələn işıq şüası linzada sındıqdan sonra F-dən keçdi. Təpə nöqtəsinə düşən işıq şüası sınmadan keçir və gördüyümüz kimi bu şüalar kəsişmədi. Ona görə başlayırıq uzantılarını çəkməyə. Uzantılarını çəkirik və görəcək ki, bu şüalar hardasa görüşdü. Deməli, xəyal düzünədir, möfhümidir və F böyük olacaq F-dən. Möfhümi düzünə və böyüdülmüş. Bir qayda olaraq yenə toplayıcı linzada çökük güzgüdə olduğu kimi F-dən kiçik yerləşdirəndə yalnız və yalnız möfhümi düzünə böyüdülmüş xəyal alına bilər. Daha soruşlar keçək, deməli, çökük linzaya. Çökük linzada görək xəyal necə alınır? Çökük linzada da qabarıq güzgüdəki kimi bir cür xəyal alınacaq uşaqlar. O da möfhümi düzünə və kiçildilmiş xəyal. Möfhümi düzünə kiçildilmiş. Gəlin baxaq. F bura, 2F bura. F, 2F. Deməli, cismi yerləşdiririk istənilən bir məsafədə. Uzatdıq. Uzantısı özü səpildi uşaqlar. Bayaq dediyimiz kimi işıq şüası necə səpilir. Sadəcə bunun uzantısı gəlib mütləq optik oxla kəsişir və həmin kəsiş nöqtə fokus nöqtəsi olmalıdır. Bir şüada təpə nöqtəsindən sınmadan keçir. Deməli, baxın, xəyal harda alınacaq? F-dən kiçik məsafədə, yəni güzgünün linzanın mərkəzi ilə baş fokusu arasında və kiçildilmiş, möfhümi düzünə kiçilmiş bir qayda olaraq belədir. İndi uşaqlar var, deməli, proyeksiya aparatı. Proyeksiya aparatından təbii ki, bilirik nə üçün istifadə olunur. Proyeksiya aparatından kinoproyektorlar var, böyütmək üçün istifadə olunur da. Proyeksiya aparatından böyütmək üçün istifadə olunursa, deməli, D kiçik yerləşdirməlidir. Hardan? 2F-dən. Ona görə 2F-dən kiçik yerləşdirməlidir ki, xəyal 2F-dən böyük alınmış olsun. Ona görə ki, xəyal 2F-dən böyük alınmış olsun. Böyüdülmüş xəyal alaq proyektorlardadır. İnsan gözü və fotoaparat uşaqlar. İnsan gözü, göz və fotoaparat. Fotoaparat. İnsan gözündə və fotoaparatda aydın xəyal almaq üçün cismin özü 2F-dən böyük məsafədə yerləşdirilməlidir. Onda xəyal əksinə F ilə harda alınacaq? 2F arasında alınmış olacaq. Və demişdik ki, F-dən bütün böyük məsafələrdə, baxın, bu da F-dən böyük məsafələrdir. Baxın, F-dən böyükdür, bu da F-dən böyük məsafələrdir. Əsas odur. Həqiqi tərsinə kiçildilmiş. Yuxarıdakı necə idi? Həqiqi
tərsinə böyüdülmüş idi. Burada kiçildilmiş xəyaldır. Bir də var lupa. Lupada xəyal uşaqların mövhümü düzünə böyüdülmüş olduğuna görə cisim deməli D F-dən kiçik yerləşdirməlidir. Mövhümü xəyalda bunların hər biri toplayıcı linzadır və toplayıcı linzaya uyğun olan qaydaları yazdım üstüncə. Bu da insan gözü ilə fotoaparat. Gəlin baxaq uşaqlar, insan gözü və fotoaparatın burada müqayisəsi var. Birinci uşaqlar, insan gözü. Baxın, burada 9-cu sinifdən olan məlumatlardır. Oxuya bilərsiniz. Verib sklera üzlal örtüydü 1 nöqtəsi, buynuz təbəqə 2 nöqtəsidir. Baxın, burada verib 2 nöqtəsi. Əlvan təbəqə. Əlvan təbəqə uşaqlar göz rəngimizin olduğu hissədir. Göz bəbəyi qarı rəngdə olan hissədir və işıq uşaqları həmin hissədən keçir. Tor təbəqə. Görüntünün alındığı hissə tor təbəqədir. Xəyal tor təbəqədə alınır. Billur 6 ilə verilib. Daha sonra uşaqlar ön kamera 7 ilə verilib. Bu isə daxili kameradır 8 ilə verib. Bir də görmə siniri. Demək uşaqlar, xəyal alınır tor təbəqədə. Tor təbəqə burada. Amma insan isə təbii ki, baxın, dedik gözdə xəyal necə alındı? Kiçildilmiş. Həqiqi və tərsinə. Amma təbii ki, biz belə görmürük də, xəyal necə varsa elə də özü boyda, düzünə görürük. Deməli, insan gözü sadəcə bir optik sistemdir və xəyalın qurulmasında, yəni hansı ki, işıq şüalarının gəlib gözə düşməsilə xəyalın qurulması tor təbəqədə alınır. İnsan uşaqlar beyni vasitəsilə görünür. Yəni, burada xəyal alınarkən, burada görürsünüz, görmə siniri var. Həmin sinir vasitəsilə baş beynin görmə payına sinirlər ötürülür və xəyal artıq orada özünü boyda, düzünə alınmış olur. Belə uşaqlar və insan gözündən oxşar olaraq fotoaparatın yaradılması mümkün olmuşdur. İnsan gözünə əsasən, baxın, eyni qaydada gözün billuru ilə bunun linzası, görürsünüz, insan gözüdür uşaqlar, toplayıcı linzada, həmçinin baxın, fotoaparata da qoyublar. Daha göz bəbəyi və şüa dəliyi, şüanın düşdüyü hissə, diafraqma, bir də ki, əlvan təbəqə. Bunlar eyni olub, işığı keçirməyən kamera, göz alması, fotoelement və ya matris lövhə və tor təbəqə. Deməli, xəyal alınır fotoelementdə və ya matris lövhədə. Fotoelement uşaqlar bildiyimiz plyonka olan fotoaparatlardır. Matris lövhə isə artıq hal-hazırda istifadə etdiyimiz plyonka olmayan fotoaparatlar, yəni müasir fotoaparatlar, rəqəmsal fotoaparatlar da alınır. Bu insan gözü bu tor təbəqə idi. Və uşaqlar, fotoaparatlarda baxın, adi aparatda cisimdən gələn işıq şüalarının təsiri fotoelementin köməyi kimyəvi tərkibində görünməz dəyişikliklər yaradır. Fotoelement xüsusi kimyəvi məhlullarda aşkarlayıcı və bərkitici məhlulları emal etdikdən sonra onun üzərində cismin xəyalı aşkarlanır. Sonra bu xəyal kağıza, fotokağıza köçürülərək cismin real foto şəkli çap edilir. Bu köhnə idi, bəlkə də görənlər var idi. Rəqəmsal fotoaparat isə işığın elektrik təsiri baş verir. Deməli, birində kimyəvi təsir idi, birində isə elektrik təsiri baş verir. Belə ki, matris lövhə üzərinə düşən işıq şüasının təsiri ilə milyonlarla pikselin hər bir yuvacığında elektrik siqnalı yaranır. Bu siqnallar düşən işığın intensivliyindən asılıdır. Elektrik siqnalları prosesora ötürülür, orada emal edilərək yenidən təsvirə çevrilir və yaddaş kartında saxlanılır. Sonra insan gözündə iki cür xəstəlik olur. Yaxından görmə və uzaqdan görmə. Yaxından görmə adından da görünür kimi yaxını görüb uzağı görmür. Uzaqdan görmədə isə uzağı görüb yaxını görmür. Məsələn, baxın, şəkildə gördüyümüz nənə qazeti özündən uzaqlaşdırır. Nəyə görə? Çünki uzağı rahatlıqla görə bilir. Deməli, bunda qüsur uzaqdan görmə qüsurdur. Uzağı görür, yaxını görə bilmir. Baba isə uşaqlar qazeti çox yaxınlaşdırır. Deməli, bunda yaxından görmə qüsurdur. Yaxını görür, uzağı görə bilmir. Bu halda hansı yenilikdən istifadə etmək lazımdır uşaqlar? Uzaqdan görmədən uzağı görüb yaxını görmədiyi üçün uşaqları toplamaq lazım ki, yaxında görsün. Deməli, uzaqdan görmədə toplayıcı linzada, yaxından görmədə isə yaxını görür, uzağı görmür. Uzağı görmək üçün səpilən uşaqlar olmalıdır ki, səpici linzalı eynək olmalıdır ki, uzağı da görə bilsin. Deməli, yaxından görmədə də səpici linzalı eynəkdən istifadə olunmalıdır. Baxın uşaqlar, burada normalda xəyal alınır tor təbəqəsində. Amma yaxından görmədə xəyal fikir verin tor təbəqəsindən öndə, yəni göz bəbəyi, deməli göz bəbəyi ilə tor təbəqəsi arasında öndə alınıb. Bu yaxından görmədir. Yaxından görmədə fikir verin uşaqlar, səpici linzalı eynəkdən istifadə etdi və xəyalı hara apardı? Normal hala, tor təbəqəyə apardı. Uzaqdan görmədə isə görək onun şəklində yerləşdirmişəm burada.
Burada var uşaqlar. Uzaqdan görmə. Uzaqdan görmədə isə xəyal uşaqlar tor təbəqədən arxada alınır və burada da istifadə etmək lazım toplayıcı linzalı eynəkdən ki, xəyal tor təbəqədə alınmış olsun uşaqlar. Bax, Snellen cədvəlindən istifadə olaraq yəqin ki, gedənlər olub. Göz qüsurunu, yəni hansı yaxından görmədir, uzaqdan görmədir, onu müəyyən edirlər. Bu Snellen cədvəlidir. Daha sonra uşaqlar görək burada nə var? Aha. Deməli uşaqlar, gözün fokus nöqtəsi, gözün fokusu, qabarıqlığı, əylik radiusu baxdığı cisimlərə uyğun olaraq dəyişə bilir. Məsələn, yaxında olan cisimlərə baxanda gözün fokusu, yəni göz bəbəyi böyüyür. Uzaqda olan cisimlərə baxanda isə kiçilir. Baxın uşaqlar, burada fikir verin, yaxında olan cisimə baxıb bu hissəyə baxın. Görürsünüz, bu hissə daha genişdir. Uzaqda olan cisimə baxanda isə bu hissə daha kiçikdir. Və uşaqlar yaxındakı cisimə baxanda onun xəyalı nisbətən böyük, yəni yenə də kiçildilmiş həqiqi tərsində o başqa məsələ. Yəni yaxından baxdığı cismin xəyalı böyük, uzaqdan baxdığı cismin xəyalı isə kiçik olur. Yəni yaxından baxdığına nisbətən daha kiçik olmuş olur. Bu da normaldır. Uzaqdakı cisimlər kiçik, yaxındakı cisimlər necə görürük? Böyük görürük. Bir də ki, uşaqlar işıq şüasının düşməsindən asılı olaraq göz bəbəyi yenə kiçilib böyüyür. Əgər işıq çox düşürsə, fikir versəz, gözünüzün qarası kisədir. Çünki işıq şüalarını oradan az buraxsın deyə çoxlu işıq şüaları düşərsə insan gözü kör ola bilər. Məsələn, günəşə baxmaq olmaz, çünki günəşdən çoxlu sayda işıq şüaları gəlir. Amma qaranlıqda isə göz bəbəyi böyüyür ki, ora daha çox işıq şüası düşə bilsin ki, ətrafı görə bilsin. Uşaqlar göz bəbəyinin yaxındakı, uzaqdakı cisimlərə baxaraq belə fokus məsafəsinin, əylik radiusunun dəyişməsi akodamasiya adlanır. Yəni, baxdığı cisimlərə uyğun olaraq fokus məsafəsinin dəyişməsi. Aha, bu da belə uşaqlar. İndi gəlin keçək. Baxın, burada fikir verin. Belə bir şəkil verir və 1896-cı ildə ABŞ psixoloqu John Stretton öz üzərində belə bir eksperiment apardı. O gözündə hər şeyin tərsinə xəyalını verən eynək. Bunu bəlkə də biologiyada müəllimimiz danışıb, yerləşdirdi. Nəticədə alim Strettonun şuurunda tərsinə çevrildi və aləm tərsinə çevrildi. O bütün cisimləri alt-üst görməyə başladı. Gözün digər hissiyyat orqanları ilə əlaqəsi pozuldu və onda dəniz xəstəliyi yarandı. Orqanizmdəki bu pozuntu 4 sutka davam etdikdən sonra nəhayət 5-ci gün alim özünü eksperimentdən əvvəlki normal halında hiss etməyə başladı. Bütün cisimlər yenə də düzünə göründü. Lakin o eynəyi çıxardıqda yenidən bütün aləm tərsinə çevrildi və yalnız bir neçə saatdan sonra normal görmə bərpa olundu. Alim hər şeyin tərsinə xəyalını verən eynək taxdıqda nə üçün o bir neçə gün bütün cisimlər tərsinə gördü? Çünki uşaqlar demişdi ki, insan beyni vasitəsilə görür və beyində də görməsi üçün insan gözündən ora nələr getməlidir? Sinir oyadılmalıdır. Yəni, insan gözünün tor təbəqəsində xəyal alınmalıdır və onun da tor təbəqəsində alınan xəyalı dəyişdirdiyinə görə insan gözündə alınan xəyalı dəyişmişdir. Yəni, sinirlərə təsir edədiyinə görə. Baxın, burada şəkildə baxırsınız, görmə illüziyasıdır uşaqlar bu. Görmə illüziyasında baxanda əslində normal insan başı görünür, bu isə qulaq görünür, amma biraz da incəlici şəkli görərik ki, burada, baxın, daha yaxından baxaq, bir baba və bir qız, deyəsən qucağında da uşaq var. Baxın, belə bir görmə illüziyasıdır. Ondan əlavə olaraq uşaqlar, baxırsınız bura, deyir ki, hansı qırmızı xətt daha uzundur? Baxın, burada bir qırmızı xətt var. Həmin o qırmızı xətti uşaqlar, indi mən gətirəcəm aşağıya. Görək, hansı daha uzundur, baxın. Uzunluğunu dəqiq işarə eləyim. Aha, olsun belə. İndi biz onu gətirək, qoyaq aşağıya. Bundan 7 səhv etmirəmsə. İndi onu gətirək, qoyaq aşağıya. Fikir verin, eyni ölçüdə oldu. Deməli, qırmızı xəttlərin hər ikisi də eyni uzunluqdadır. Daha soruşlar. Baxın, deyir ki, şəkildəki fırlanan dairələr təsvir edilmişdir. Həqiqətənmi bu dairələr fırlanır? Uşaqlar, yenə də bu fırlanmır. Sadəcə bunlar göz illüziyaları nəticəsində, yəni yaranan rəsmlərdir. Göz illüziyasına əsaslanaraq çəkilmiş şəkillərdir. İndi uşaqlar, keçək əsas məsələ. Əsas məsələ nədir? Tüstürlarımıza. Nazik linza tüstürları. Nazik linza tüstürları. Deməli, uşaqlar, əgər toplayıcı linzadan danışıqsa, toplayıcı linzada iki cür xəyal oldu. Möfhümü və düzünə. Möfhümü və həqiqi. Həqiqi, əgər toplayıcı linzada həqiqi xəyal olunubsa, nazik linza tüstürünüz 1/f bərabərdir. 1/d üstəgəl 1/f'dir. Yox, əgər möfhümü xəyal alınıbsa, 1/f bərabərdir. 1/d çıxılsın 1/f'dir. F-i modulda yazırıq ona görə ki, çünki F-in özündə mənfi verir.
Aha, və ya siz bilmirsiniz ki, xəyal həqiqidir yoxsa möfhümü alınacaq, mütləq düstur yazsınız, onsuz sonda F-i mənfi alacaq, sonda görəcəksiniz ki, möfhümü xəyaldır. Səpəci linzada isə uşaqlar, səpəci linzada bir cür xəyallanırdı, o da ki, möfhümü idi. Səpəci linzada möfhümü xəyal. Onda düsturunuz belə olacaq, mənfi 1 bölü F, çünki səpəci linzanın fokusu mənfidir, bərabərdir 1 bölü D. Çıxılsın, 1 bölünsün yenə modulda F. F-lərin qarşısına mənfi gəldi. Deməli, həqiqi xəyal, möfhümü xəyal, bu da ki, möfhümü xəyal olmuş oldu. Daha soruşlar var optik qüvvə. Optik qüvvə linzanın fokus məsafəsinin tərs qiymətinə bərabərdir. Fokus məsafəsi, cisim məsafəsi, xəyal məsafəsi hər biri uşaqlar vahidi metrdir. Optik qüvvənin vahidi isə olacaq 1 bölü metr, yəni 1 dioptoriya. Dioptoriya DP-dır, baxın belə yazılır. Və buradakı ifadələri elə birbaşa D-yə bərabər olur. Nə olar? D bərabərdir. İndi uşaq buradakı ifadədən 1 bölü F yazmışıq. Bizə lazımdır F. F-i gəlin riyaziyyatdan tapaq. 1 bölü F bərabərdir. Orta məxrəc olacaq D vur F. Baxın burada D vur F. Yuxarıda olacaq F üstə gəldi. Bu 1 bölü F-dir. Bizə isə F lazımdır. F nəyə bərabər olacaq? Bunun tərsini yazırıq. DF bölünsün D üstə gəlinsin F-ə. Şurada D üstə gəl F məsafəsi, D üstə gəlinsin F məsafəsi cisimlə xəyal arasında olan məsafədir. F müsbətsə müsbət yazırsınız, mənfidirsə elə mənfidə yerinə qoyub hesablayırsınız. Var xətti böyütmə. Xətti böyütmə qamma və ya Q hərfi ilə işarə olunur. Xətti böyütmə, deməli, xətti böyütmə dediyimiz nədir? Xəyalı böyüdə bilər, cismi böyüdə bilmirik ki, xəyal böyüdüb kiçilə bilər. Xəyalın xətti ölçüsünün cismin xətti ölçüsü olan nisbəti və ya xəyal məsafəsinin cisim məsafəsi olan nisbətdir. Bunları bir-birinə bərabər edib məsələləri tapa bilərsiniz. Məsələn, sizə deyir ki, 3 dəfə böyüdülmüş xəyal. 3 dəfə böyüdülmüş xəyal deməkdir ki, F 3D-yə bərabərdir. Xəyal 3-dən 3 cisim məsafəsinə bərabərdir və ya 3 dəfə kiçildilmiş xəyal bərabərdir. D bölünsün 3 almış olacaqsınız və məsələlərdə həll edirsiniz. Yəni, adi nazik linzə düsturunda aparıb yerinə qoyub hesablamanızı apara bilərsiniz. Daha sonra uşaqlar var linzalar sisteminin optik qüvvəsi. Linzalar sisteminin optik qüvvəsi nədir? Məsələn, tutaq ki, 2 dənə linza verib. Bir, deməli, səpəci linza, bir də ki, toplayıcı linza verib. Deməli, baxın, bir tərəfdən çökük, bir tərəfdən isə qabarıq çəkdim. Linzalar sisteminin optik qüvvəsi D bərabər, D1 üstə gəl, D2-dir. Əgər sizə D-ni vermişsə, yerinə 1 böl F1, yenə D bərabərdir. 1 böl F1 üstə gəlinsin, 1 böl F2 yaza bilərsiniz. Həmçinin D-nin də yerinə 1 böl F yaza bilərsiniz. Bir də var, linzalar sistemi xətti böyütməsi. Linzalar sistemində xətti böyütməsi ayrı-ayrı böyütmələrin hasilinə bərabərdir. Bir başqa məsələ, deməli, linzalar sisteminə düşən işıq şüasının linzalar sistemindən keçdikdən sonra yenidən özünə paralel qalması üçün aralarındakı məsafə F1 üstə gəl F2 qədər olmalıdır. Baxın, bu olsun birinci linzanın fokusu, bu da olsun ikinci linzanın fokusu. Baxın, paralel gələn işıq şüası linzada sındıqdan sonra gəldi F-dən keçdi. Bu həm, baxın, bu fokus, eyni məsafə qoymuşam. Bu həm birinci linza üçün fokus məsafəsi, həm də ikinci linza üçün. Və birinci linzada F-dən gəldi keçdi. Bu həmçində ikinci linza üçün F-dən gələn şüa kimidir. F-dən gələn işıq şüası da paralel gedər. Yenə baxın, aşağıdan gələn işıq şüası gəldi, F-dən keçdi. Bu dedik, hər ikisi üçün fokus məsafəsi götürmüşük. Təzədən neyəcək? Paralel keçir. Deməli, paralel qalması üçün gələn işıq şüalarının arasındakı məsafə F1 üstə gəl, F2 qədər olmalıdır. Məcbur deyil, hər ikisi də F olsun. Əsas odur ki, məsafə F1 üstə gəl, F2 qədər olmuş olsun. Başqa bir şəkildə çəkək buna aid. Tutaq ki, baxın, bu birinci linza üçün bu F məsafəsi, ikinci linza üçün bu məsafə olsun, tutaq ki 2F. Biraz da məsafəni uzadaq. İkinci linza üçün bu olsun 2F məsafəsi. Bura bir F qoyaq. Birinci linzanın fokusu buradır. Baxın, bu məsafə F-dirsə, bu məsafə bu linza üçün olacaq 2F. Deməli, paralel gələn işıq şüası sındıqdan sonra haradan keçəcəkdir? F-dən və gəldi düşdü digər linzanın üzərinə. Digər linza üçün bu artıq 2F-dən gəlmiş olacaq. 2F-dən gəldiyinə görə demişdik, işıq şüası elə neynəyəcək? 2F-dən də keçib gedəcək. Yerlər doldu artıq və səliqəsiz görünür. Bu belə uşaqlar, yəni belə uşaqların yolunda istifadə edə bilərsiniz. Daha sonra linzadan sonra güzgüyə düşən işıq şüası da verə bilərsinizsə, linzanı çəkdik. Buradan bir güzgü çəkək. Deməli, bura F məsafəsi olsun, fokus olsun. Sizə deyir ki, paralel gələn işıq şüası linzada sındıqdan sonra F-dən keçdi, gəldi düşdü güzgü üzərinə. Güzgü üzərinə düşən işıq şüası da düşdüyü kimdir? Simmetrik olaraq nə etməlidir? Qayıtmalıdır. Yəni, sadəcə şüaların yolunu tətbiq etmək lazımdır. Başqa şüaları birdən də sizə qaydamız qalıb. Onu da deyim, bundan da yekunlaşdıraq artıq.
Gəlin birinci bu linza haqqında danışaq biraz ətraflı uşaqlar. Deməli, fokus məsafəsi 1/D və ya D bərabər 1/F-dir. Bunlar yalnız bir-birlərindən asılıdır və tərs mütənasib asılıdır. Başqa nədən asılıdır? Yəni kiçik F-dən və D-dən asılı deyillər. Və güzgüdə olduğu kimi linzada F-lə D-ni götürüb xəttə düz mütənasib asılı çəkə bilmərsiniz. Bu bura getmir. Aha. Bəs başqa nədən asılıdırlar? Dedik ki, F nəyə bərabər idi? R bölünsün 2-yə, düzdürmü? Əylik radiusun 2 dəfə azdır. Deməli, F radiusdan düz asılı olduğu halda D radiusdan tərs mütənasib asılı olmuş olacaq. Daha sonra uşaqlar nədən asılıdırlar? Linzanın hazırlandığı materialın növündən, ətraf mühitin sındırma əmsalından asılıdırlar. Bir də ki, uşaqlar işığın rəngindən asılı olaraq fokus məsafəsi dəyişəcək. Güzgüdəsi belə bir şey yox idi. İşığın rəngindən asılı olaraq qırmızı işıq şüası gəlir. Linzada sındıqdan sonra baxın, əgər bu nöqtədən keçibsə, fokusumuz bura. Bənövşəyə işıq göndərsək eyni hissədən, bənövşə işıqsa daha çox sındığından fokusumuz burada alınmış olacaqdır və məsələn suda olmasından da asılı olaraq, ətraf mühitində xassərindən asılı olaraq fokusa dəyişiklik olacaq. Linza çünki sınma qanunu ödür, sınmada da işıq şüası istiqamətini dəyişirdi. Deməli, uşaqlar həm ətraf mühitin xassələrindən asılı oldular, yəni sındırma əmsalından, həm öz hazırlandığı materialın növündən, bir də ki, bir-birlərindən tərs və radiusdan, əylik radiusdan asılılar oldu. Başqa nədənsə asılı deyillər. Bir də uşaqlar qalmışdı nə? Paralel qoyulmuş lövhələrdən keçən işıq şüası. Paralel qoyulmuş lövhələrdən keçən işıq şüası gəldi, düşdü. Tutaq ki, bura bir N1 mühiti olsun. Bunu bir yerdə götürdüm. Görək, ayrı verəcək. Düşdü yerə perpendikulyar çəkdik və işıq şüası həmin nöqtədən keçəndən sonra neyinir? Sınır. Baxın, tutaq ki, bura şüşədir. Bura havadır. N hava. N hava. Burası N şüşədir. Şüşəyə düşdüyünə görə şüşənin optik sıxlığı böyük idi və perpendikulyara yaxınlaşdı, sındı. Sındıqdan sonra gəldi, düşdü şüşənin alt səthinə və alt səthindən təzədən çıxanda havaya çıxır. Ona görə də buradakı alfa bucağı nə idisə, qamma bucağı da eyni olmalı. Çünki mühitlər havadan şüşəyə, şüşədən havadaydı. Eyni olduğuna görə bucaqlar eyni olmalı. Sadəcə havadan şüşəyə keçəndə uşaqlar sınma bucağımız, yəni bucaq azaldı. Beta kiçik oldu alfadan, yəni sınma qanunu ödənir. Uşaqlar nə baş verdi? İşıq şüası əgər sınmasaydı, baxın, gedib buradan çıxacaqdı. Amma işıq şüası hansı nöqtədən çıxdı? İşıq şüası başqa bir nöqtədən çıxdı. Yəni yerini neynədir? Baxın, buradan çıxdı, düzdürmü? Yerini neynədir? Dəyişdi. Deməli, burada poliüz lövhələrdə işıq şüası yerini dəyişir, amma istiqamət olaraqsa, baxın, istiqamətini eyni istiqamət boyunca da gedir, istiqamətini dəyişmir. İstiqamət dəyişmədi, yerini dəyişmiş oldu. Şimdi burada üçüncü mühit başqa da ola bilər, məsələn su da ola bilər və s. Onda artıq alfa ilə qamma bir-birinə bərabər olmaz, fərqli olurlar. O da baxır ki, sındırma əmsalını tutaq ki, sizə belə bir şəkil verib və sizə buradan sorur ki, sındırma əmsalları müqayisə edin, bucağı müqayisə edin, sürəti və s. müqayisə edin. Bizə demişdik ki, nisbi sındırma əmsalının 2/1 bərabər nəyə? Sinus alfa bölü sinus betaya. Bu da bərabər idi V1 bölü V2. O da bərabər idi lambda 1 bölünsün lambda 2. Yəni bucaqla sürəti lambdanın düz mütənasib, sındırma əmsalını tərsinə götürsün. İndi gəlin bucaqlarımıza baxaq. Baxın, buradakı bucağımız alfa. Buradakı bucağımız beta. Gördüyünüz kimi alfa böyüdü betadan. Hətta buradakı sınma bucağımız da qammadır. Və bucağı tapırkən mütləq perpendikulyarın şu arasına, baxın, perpendikulyar və şu arasındakı bucağa baxırıq. Və gördüyümüz kimi alfa böyükdür betadan, qamma da hər birindən böyükdür. Deməli, sındırma əmsalı bunun əksi olacaq. Qamma olan mühit N3 idi. N3 ən kiçik olacaq. N2 ortada. N1 də, deməli, N1 ortada alfa kimi, N2 də ən böyük olmuş olacaq. Sürəti müqayisə eləməyimizi istəsə, baxın, bu üçüncü mühit idi. Bu birinci, bu da ki, elə olduğu kimi də V3 böyükdür V1-dən, o da böyükdür V2-dən. Həmçinin dalğa uzunluğu da lambda 3 böyükdür lambda 2-dən, o da böyükdür lambda 1-dən, o da böyükdür lambda 2-dən. Şurası bu üçüncü şüanı, baxın, sərhəd boyunca da verə bilər, sərhəd boyunca. Bu demək ki, sınma bucağı 90 dərəcədir. Yenə də bucaq böyükdür. Yenə də N3 ən kiçik olmuş olacaq. Sağ olun uşaqlar.